Panço tortu hazırladım. Gəlin hazırlanmasına baxaq. Qaba yumurta əlavə olunub ağarana qədər qarışdırılır. Üzərinə şəkər tozu əlavə olunur. Üzərindən qabartma, vanilin, un, kakao əlavə edib ələnir. Hazır olan kütlə soba listinə əlavə edib əvvəldən qızdırılmış sobada bişirilir. Bişib tam soyuyan biskvit kub-kub doğranır. Qozlar xırda-xırda doğranır. Mən bu torta ananası yaraşdırıram. Ananas xırda-xırda doğranır. Orta bərk hissəsi isə kəsib götürülür. Sizlər istəyə görə banan, kivi, çiyələk əlavə edə bilərsiniz. Krem hazırlanır. Buz kimi soyuq südün üzərinə krem şanti əlavə olunub qarışdırılır. Üzərinə xama, qatlaşdırılmış süd əlavə olunub qarışdırılır. Krem də hazırdırsa, demək biz tortumuzu yığa bilirik. Hazırlayacağımız qabın içəri hissəsinə salafan paket yerləşdiririk. Xırda doğradığımız biskvitlər kremə batırıb qaba əlavə olunur. Üzərindən ananas və xırda doğranan qoz əlavə olunur. Bu qayda ilə tort yığılır. Bir gecə soyuducuda gözlədilir. Kremdən az hissəsi götürülür və süfrəyə verərkən kənar hissəsi səliqəyə salınır. Üzərinə istəyə görə qlazur, nə istəyirsiniz əlavə edib süfrəyə verilir. Videonu görənlər mütləq yaddaş alın, yaxınlarınızla bölüşün. Çox ləzzətlidir. Hələ